Bataqlıq qumlar üzərində ev tikərdiniz. Axı üzərinə hansı daşı qoysaz da, bataqlıq onu udacaq. Vətən. Nə gözəl sözdür, deyilmi? Amma gəlin görək bunların bizim üçün tutuquşu kimi təkrar etdiyi vətən anlayışı həqiqi vətən məhfumu ilə əlaqəlidirmi? Müxtəlif formalarda bizə, yəni Azərbaycan vətəndaşlarına sığınan vətən obrazı həmin bataqlıq qumuna bənzəyir. Nə versən udan, amma əvəzində üzərində yaşaya bilmədiyin bir vətən. Hər şeyini, hətta canını ona qurban verənlərin əksəriyyəti üçün yad, hər şeyi ondan qoparan, bütün sərvətlərini talan edib, amma onun üçün heç bir şeyindən keçməyənlər üçün isə doğma vətən. Burada söhbət torpaqdan getmir. Vətəni yalnız ərazi ilə məhdudlaşdırmaq zənnimcə yanlışdır. Vətən bir çox elementlərdən ibarət geniş bir məhfumdur və vətəndaşsız heç bir məna tapmır. İndi gəlin görək Azərbaycan adlı vətənimizdə vətəndaşların əksəriyyətinin həyatı canını qurban verəcək qədər o vətənə müvafiqdirmi? Bizim şuurumuza hər şey vətən üçün şuarını yeridiblər. Amma görəsən bu şuarı bizə təbliğ edənlər də hər şeylərini vətən üçün verməyə hazırdırlarmı? Yox, onda burada bir hiylə var. Biraz düşünün, dərindən və obyektiv təhlil edin. Məgər özünüzü aldadılmış hiss etmirsinizmi? Sizdən hər şeyinizi vətən üçün alıb, neft və qaz xalqın yox, dövlətindir deyənlər, dövlət də, vətən də deyəndə, ediyim kimi, məhz hakimiyyəti nəzərdə tuturlar və bunu da açıqca etiraf edirlər. Ata dövlət məndən ötürü prezidentdir, ana vətən məndən ötürü Bəhrivan Əliyevadır. Hər şey vətən üçün, 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 hər şey vətən üçün. Yəni hər şey Əliyevlər üçün. Əslində isə vətən, vətəndaşların firavan və rahat yaşadığı, övladlarının gözəl təhsil, qocalarının layiqli təqaüd, xəstələrinin pulsuz və keyfiyyətli müalicə, gənclərinin aili dəyərlər əsasında tərbiyə aldığı yerdir. Və bu vətəndəki cəmiyyətin həmin maraqları uğrunda da fərdlər hər şeylərini verməyə hazır olmalıdırlar. Çünki itirəcəkləri bir sıra şeylər var. Gəlin görək Əliyevlərin Azərbaycanının vətəndaşları onun uğrunda canlarını verəndə nələrini itirirlər. Sonsuz kredit borclarını, yoxsa degradasiyaya uğramış təhsillərini, bəlkə tapdalanmış hüquqlarını, nələrini? Vətən tək torpaq, himn, bayraq, sarı gəlin, dolma və digər populistik atributlardan ibarət deyil. Vətən, onun ərazisində yaşayan insanların maddi və mənəvi qalasıdır. Bütün sadaladığım isə sadəcə həmin qalanı ifadə edən zahiri atributlardır. Qalasız hamısı mənasızdır.